Hal-hazırda Şəkidə yerləşən Şam meşəsindəyik. Bu meşə 1970-ci illərdə Tacəddin Əfəndiyevin təşəbbüsü ilə salınıb. Meşənin salınma məqsədi Kiş çayının fəlakətlərindən kəndi qorumaq və eyni zamanda torpağı eroziyadan mühafizə etmək idi. Və onu da qeyd eləmək istəyirəm ki, bu şam ağacları Azərbaycana aid ağaclar deyil. Toxumları Ukraynadan gətirilərək Kiş kəndində cücərdirilib və əraziyə əkilib. Bəzi quş növləri də var ki, Şam meşəsi mövcud olduqdan sonra bu əraziyə gəlməyə başlayıb və fərqli göbələk növləri də ərazidə mövcuddur. Hətta Azərbaycanda bəzi göbələk növləri var ki, sırf Şam meşəsində yetişir. Ağacdakı toxumlar ətrafa yayıldıqca meşə tədricən böyüməyə davam edir və ətrafında daha gözəl mənzərə yaratmağa başlayır. Qeyd etmək istəyirəm ki, meşənin salınma səbəbkarı olan Tacəddin Əfəndiyev Lenin adına Şəki ipək kombinatının direktoru olub və özündən sonra gələcək nəsilə qoyub getdiyi ən gözəl miraslardan biridir bu meşə. Rahat şəkildə bura gəlib kamp, piknik kimi gözəl fəaliyyətləri də eləyə bilərsiniz. Və təbii ki, bu fəaliyyətlərdən istifadə eləyərkən də meşəni qorumaq və sıradakı nəsillərə ötürmək bizim borcumuz olduğu üçün də ətrafı zibilləmədən meşəyə xüsusi diqqətlə yanaşaraq istirahətinizi eləyə bilərsiniz. Şəkidə yerləşib həyatımızda mühüm rol oynayan belə tarixi yerləri görmək üçün bizi izləməyə davam edin.